Aha, deməli biz bu gün danışacağıq ərimə və bərkimə hadisələrindən. Ümumiyyətlə ərimə nədir? Ərimə maddənin bərk haldan maye hala keçməsidir. Məsələn, buz əriyərək mayəyə çevrilir, düzdürmü? Ərimə belə deyək də prosesi zamanı temperatur sabit qalır. Maddənin əridiyi temperatur ərimə temperaturu adlanır. Məsələn, buz 0 dərəcədə əriyir, düzdürmü? Buz tamamilə əriyib suya çevrilənə qədər onun temperaturu 0-dan qalxmır. Bərkimə isə ərimənin tərsi prosesi, yəni mayenin bərk hala keçməsi prosesi, yəni məsələn suyun maye haldan buza çevrilməsi, yəni donması bərkimə və ya kristallaşma adlanır. Bərkimə temperaturda təbii ki, yenə sabitdir. Eyni bir kütləli maddə ərimə temperaturu belə deyək də sabit. Ərimə temperaturu bərkimə temperaturuna bərabərdir. Yəni məsələn deyirəm, sən buzu əridib maye eləmək istəyirsənsə, sənin buzu 0 dərəcəyə qədər qalxızmaq lazımdır. Yox, əgər mayeni bərkidib buz eləmək istəyirsənsə, yəni dondurub buz eləmək istəyirsənsə, yenə də mayeni 0 dərəcəyə qədər soyutmaq lazımdır. Yəni maddənin ərimə temperaturu elə həmin maddənin bərkimə temperaturuna bərabər olur. Bu belə. İndi ərimə istiliyi deyilən anlayışımız var. Ərimə istiliyi nədir? Təbii ki, maddənin əridiyi istilik miqdarı ərimə istiliyidir. Yəni maddəni əritmək üçün lazım olan istilik miqdarı ərimə istiliyi hesab olunur və burada ərimə istiliyinin vahidi təbii ki, nə olacaq? Buradan yazaq istəyiriksə, onlarla bilək ərimə İstiliyi təbii ki, Q ilə istifadə olunacaq və burada Q-nun vahidi təbii ki, 1 jol olacaq da istilik miqdarıdır. Və burada kristallaşma, bərkimə istiliyi o da mənfi lambda olacaq. Bax yenə necə ki yadımızdadır, belə bir şey demişdik ki, biz maddəni tutalım ki, sənin əlində 100 qram su var və sən onu qaynatmaq üçün sənə 200 jol istilik miqdarı lazımdır. Bəs mən 200 jol istilik miqdarı ilə bu 100 qram suyu qaynadandan sonra təzədən əldə etdiyim buxarı suya çevirmək üçün, kondensasiya etmək üçün nə qədər istilik miqdarı lazımdır? Yenə də 200 jol. Yəni çünki eyni miqdarda suyu buxarlandıranda nə qədər istilik verdimsə, həmin aldığım buxarı təzədən suya çevirmək üçün də həmin qədər istilik verməliyəm. Yəni burada istiliyin saxlanmasına görə bu şəkildə gedir. Ərimə də eyni prosesi. Məsələn, tutalım ki, mənim əlimdə 1 kiloqram buz var. Mən bunu əridib su eləmək üçün mənə 500 jol istilik lazımdırsa, əridib su eləyəndən sonra aldığım suyu təzədən 1 kiloqram suyu təzədən buz eləmək üçün yenə də 500 jol istilik lazımdır. Sadəcə bərkimə istiliyinin fərqi ondan ibarətdir ki, o birində istilik, yəni bərkitmək üçün istiliyi ayrılır, amma əritmək üçün istilik verilir. Yəni istilik udulur. Bir dənə fərqləri budur. Aha, indi burada lambda biz təyin edə bilərik. Lambda nə olacaq? Lambda xüsusi ərimə istiliyidir. Yəni ifadəsində görürük ki, nədir? Q bölək M şəklində ifadə olunur. Yəni xüsusi buxarlanma istiliyi kimi ya da xüsusi yanma istiliyi kimi və s. deyə bilərik. O da yenə 1 jol bölək kiloqram şəklində ifadə olunacaq. Deməli, bu nə oldu? Bu xüsusi ərimə istiliyi hesab olunur. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Yəni, belə deyim, Q-dən, M-dən və s. asılı deyilik. Burada lambda deməli, yalnız maddənin növündən asılıdır. Yəni, istilik miqdarı, ay kütləsi bu qədər, o qədər. Yəni, bunlardan asılı deyil. Bu da yadımıza saxlayaq. İndi biz burada bir şey yadımıza saxlayırıq ki, sən əgər maddəni ərdirsənsə, yəni ərimə zamanı enerji udulur. Yəni, istilik miqdarı vermək lazımdır. Ona görə də ərimə zamanı Q nə olacaq? Q təbii ki, 0-dan böyük olacaq. Amma bərkimə zamanı isə, məsələn, tutalım ki, sənin əlində 1 litr su var. Bunu sən dondurub buz eləmək istəyirsən. Ona istilik mi verərsən? Əlbəttə ki, yox. İstiliyin alarsan da. Yəni, bərkimə zamanı istilik ayrılır. Yəni, Q 0-dan kiçik olur. İstilik ayrılır. Buna deməli, istilik verilir də deyə bilirik, udulur da deyə bilirik. Udulur. Burada isə nə olur? Burada isə ayrılır. Yəni, bu şəkildə yadımızda saxlaya bilərik. İndi biz burada nəyə fikir verməliyik? Ərimə və bərkimə qrafikləri var. Bunlar bizim üçün çox önəmli qrafiklərdir. Bax, ümumiyyətlə gəlin birinci ərimə qrafikini çəkək. Fərz edək ki, temperaturun istilik miqdarına asılı qrafikidir. İndi biz burada nəyə fikir verəcəyik? Mən bir maddə əridirəm. Nəyə əridə bilərəm? Buzu əridə bilərəm də. Suyun üzərindən gedəcəm uşaqlar. Suyun üzərindən gedəcəm ki, daha yaxşı başa düşə bilərəm. Tutalım ki, buzu əridirəm. Nə deyirəm?
deyirəm ki, birinci nə olacaq? Bax, mənim əlimdə tutalım ki, bu şəkildə buz var. Düzdür? Və mən bunu qabın içinə qoyaq. Bunu bir dənə qoyaq qabın içinə. Aha. Və mən tutalım ki, bu buzu əritmək istəyirəm. Buzun da temperaturuna deyirəm -10 dərəcə Selsi. Düzdür? Qoyuram bura -10 dərəcə Selsini. Bu mənim buzumdur. Mən bunu əritmək üçün nə etməliyəm? Əvvəlcə bunu 0-a qədər aparıram. Bax bu şəkildə. Tutalım ki, burada -5'lik bir hissə var. Düzdür? Yəni, qabın içində mən buzu get-gedə qızdırıram axı. Buzu qızdıranda nə olacaq? Tutalım ki, temperaturumuz oldu -5 dərəcə Selsi. Ay müəllim, buzdan biraz əriyib su olacaq. Yox uşaqlar, elə bir şey yoxdur. Buzun əriyib azca da olsa suya çevrilməsi üçün 0 dərəcəyə çatmalıdır. Hələ 0-a çatmayıb axı. Ona görə də bu yenə də elə eyni boyda, həminki formada, elə buz şəklində qalacaq. Ay müəllim, bəs nə fərqi oldu burada -10, -5? Bunun bir dənə fərqi ondan ibarətdir ki, burada buz daha isti buzdur. Yəni, bu daha soyuqdur, bu daha istidir. Deməli, bu prosesdə nə olacaq? Bu proses zamanı sadəcə buz qızır. Bax, belə bu şəkildə yazaqlar, belə yazaq, belə. Aha, bu proses zamanı nə olacaq? Buz qızır. Qrafikdə də qırmızı rənglə elə işarələmişəm. Buz qızır. Yaxşı, gəldim çatdım 0 dərəcəyə. Fikir verirsinizsə, burası 0-dır da. Gəldim çatdım 0-a. 0-a çatanda nə olacaq? Buz başlayacaq əriməyə. Bəs buz o dəqiqə əriyib su olacaqmı? Yox. İndi buzun da tamamilə əriyib suya çevrilməsi üçün özü fikir verirsə böyük buzdur. Buzun da tamamilə əriyib suya çevrilməsi üçün mənə biraz zaman lazımdır. Bəs bu zaman ərzində nə olacaq? Temperatur artacaqmı? Yox. Bir dənə bax bunu yadımızda saxlayaq ki, ərimə temperaturu sabitdir. Buz tamamilə əriyib suya çevrilməyənə qədər burada temperatur dəyişməyəcək. Bax 2 dənə qab çəkirəm. 2 dənə qab. Fərz edirəm ki, həmən qablardır ha. Yəni başqa bir şey başa düşməyək, həmən qablardan söhbət gedir. Fərz edirəm ki, burada buz biraz əridi, 0 da daxil oldu bu boyda. Düzdür? Bəs başqa nə oldu? Başqa da biraz qabda su əmələ gəldi da, belə. Aha. Buz əridi artıq biraz. Sonra ikinci halda fərz edirəm ki, buz lapda əridi. Bax, oldu bu boyda. Və su da artdı. Su da oldu, tutalım ki, bu qədər. Və buz əriyib, gör nə qədər suya çevrilib. İndi, bəs bu prosesdə temperaturumuz nə qədər olacaq? Bu proses nə adlanacaq? Bu proses təbii ki, buzun əriməsi prosesidir. Yazıram, buz neynir? Buz əriyir. Buz əriyir. Bəs burada temperatur nə qədər olacaq? Burada olacaq 0 dərəcə Selsi. Çünki 0-a çatanda başladım da əriməyə. Ay müəllim, burada da 1-2 dərəcə olar? Yox. Burada buz hələ varmı məsələdə? Var. Tamam əriməyib ki? Yox. Deməli, hələ buz əriyir. Buz ərimə temperaturu 0-dır. Vəssalam, buzun ərimə temperaturu 0-dır. Yəni, onda bu da 0 dərəcə Selsidir. Ay müəllim, bəs biz istilik miqdarı veririk axı. Bu istilik miqdarı hara gedir? İstilik miqdarı burada maddəni buz haldan maye hala çevirmək üçün sərf olunur. Yəni, daxili enerjiyə çevrilir. Ona görə də burada nə olacaq? Burada, bax, bu hissə sabit bir şəkildə qalacaq. Yəni, ərimə temperaturumuz nə oldu? Sabit qaldı. İstəyir buz çox olsun, su az olsun, istəyir buz ərimiş olsun, amma hələ də buz məsələdə varsa, o hələ də əriyir deyə burada hər iki halda temperaturumuz 0 dərəcə Selsi olacaq. Yaxşı, indi belə bir qaba baxıram. Yəni, buz tamam əridi. Fərz edirəm ki, bax, buz tamam əridi. Sonra tamamilə artıq da məsələnin içində buz yoxdur. Fikir ver, ancaq su qaldı. Buz əridi və özü boyda suya çevrildi. Daha sonra hələ də sonra nə olacaq? Məsələn, sonra yenə buz əriyib artıq buz yoxdur. Su var yalnız, onda bəli, temperatur artıq başlayacaq yavaş-yavaş artmağa. Yəni, bura məsələn 1 dərəcə Selsi olanda artıq məsələdə buz olmayacaq. Niyə? Çünki buz olsaydı hələ də 0-da qalacaqdı. Amma buz tamamilə ərdisə artıq temperatur başlayacaq artmağa. Məsələn, deyirəm 10 dərəcə Selsi və s. və s. Bu şəkildə gedəcək. Onda deməli, bu hissəmiz bizim üçün nə olacaq? Bu hissə artıq olacaq. Buz deyə bilərəmmi? Burada buz varmı? Xeyr. Burada artıq su qızır deyəcəm. Çünki su get-gedə istilənir da. Yəni, bax, onu da bu şəkildə qrafikdə göstərəcəm. Deməli, burada qrafikin birinci hissəsi qırmızı hissədə
Buz qızır. Bax, əriyir demirəm, ha, qızır. Burada buzdan bir damla belə su düşmür. Çünki hələ buz qızır. Bəs buzdan ilk damla nə vaxt düşəcək? Bax, bu nöqtədə düşəcək. Yaxşımı? Bax, bu nöqtədə buzdan ilk damla düşəcək və o damlada da nə olacaq? Buz əriyir deyəcəm. Çünki suya çevrilir. Və əriyəcək, əriyəcək, əriyəcək. Nəhayət bu nöqtədə artıq buzun sonuncu kristalda əriyəcək, tamamilə olacaq su və salam. Ondan sonra da əlimizdəki su başlayacaq yavaş-yavaş qızmağa. Bu da adlanacaq su qızır hissəsi. Bax, bu şəkildə. Məsələmiz olur bu şəkildə. Bu olur bizim ərimə qrafikimiz. İndi bərkimə grafikində çəkək. Aha, bərkimə qrafikində də proses tam tərsinə olacaq da. Bərkimə deyir. Nə bərkiyər? Buz bərkiyəcək? Yox, buz da bərkidiyi qədər bərkib olub da buz. Bərkimə qrafikində sənin məqsədin suyu bərkitməkdir. Deməli, birinci hissədə bu olacaq. Suyum əvvəl olub 10 dərəcə Selsi. Fərz edirəm ki, suyum əvvəl 10 dərəcə Selsidir. Düzdürmü? Sonra nə olub? Sonra olub 1 dərəcə Selsi. Burada su donur deyə biləcəm. Yox, ay müəllim, necə deyirəm? Burada su donmayıb axı. Su neynir? Burada su soyuyur. Su soyuyur. Yəni əvvəl 10 dərəcə idi, indi oldu 1 dərəcə. Məsəl üçün su soyuyur. Onda deməli qrafikimin birinci hissəsi deməli 10-dan aşağı olacaq belə. Bax bura. 10-dan gələcəm 0-a. Bəs sonra 0-a çatanda nə olacaq? 0-a çatanda başlayacaq su donmağa. Bax, biraz buz əmələ gəldi. Sonra buz böyüdü, su azaldı. Buz çoxaldı, su donur da belə deyək. Onda bu hissə nə adlanacaq? Bu hissə bizim üçün olacaq suyun donduğu hissə. Su donur. Amma yəni su bərkir də deyə bilərəm təbii ki. Deməli, su bərkir də deyə bilərəm, su donur da deyə bilərəm. Deməli, su bərkir yazaqlar, bərkiyir. Deməli, bu bərkimə prosesində nə olacaq? Əlbəttə ki, buz əgər 0 dərəcədə əriyib suya çevrilirsə, mayeyə çevrilirsə, maye də 0 dərəcədə əriyib, belə deyək də, daha doğrusu bərkiyib buza çevriləcək. Bu da yavaş-yavaş buza çevrilir. Ay müəllim, bəs içəridə biraz buz qalır. Burada buz çoxdur, burada buz azdır, su çoxdur, burada buz çoxdur, su azdır. Heç bir adiyyəti yoxdur. Yəni burada su tamamilə bərkiyib buza çevrilənə kimi burada heç bir belə deyək də temperatur dəyişimi olmayacaq. 0 dərəcədə qala-qala gedəcək. Bu belə. Sonra nə oldu? Sonra buz -1 dərəcə oldu. Lap tutaq ki, birinci. -1 olan kimi, yəni 0-dan düşdüsə -1-ə, daim məsələnin içində deməli buz yoxdur. Daha doğrusu üzr istəyirəm, su yoxdur, maye yoxdur. Daim məsələnin içində maye yoxdur. Tamamilə buzdan söhbət gedir. Orada da bəli, artıq bu şəkildə başlayacaq nə etməyə? Buz soyumağa. Yəni day su yoxdur axı məsələdə. 0-dan düşdümsə mənfiyə, bu sudan söhbət getməyəcəkdir. Su deyəndə uşaqlar mayeyi nəzərdə tuturam da. Biz sadəcə buz özü də sudur da, sadəcə bərk formadadır. Burada deməli buz nə edir? Buz soyuyur. Soyuyur. Bax, qrafiklərimiz bu şəkildə gedir. Yəni, konstant hissə həmişə bizim üçün nəyi göstərəcək? Konstant hissə həmişə, belə deyək də, əriməni ya da bərkiməni göstərəcək. Bunu yadımızda saxlasaq bizim üçün kifayətdir.